Osmanova Rəfiqə, İctimai Nəzarət Qaradağ rayon təşkilatının sədriyəm. Ağdam bırakın. Bugünkü belə deyim də bu toplaşmağımızda Sevinç xanıma, Arzu xanıma dərin təşəkkürümü bildirirəm. Hər halda yeni gələn üzvlərimizlə də tanış olduq. Nə bilim, əlimizdən gələn qədər çalışırıq. Düzü, mən danışmağı sevmirəm. Yəni, belə deyim də, ortaya çıxmağı da elə də sevmirəm. Amma burada görürəm ki, çəkiliş, nə bilim, danışıq daha önəmlidir. İndi bu da mənim xasiyyətimdir. Çalışacağıq ki, yəni, bundan sonraki gördüyümüz işləri, belə deyək, önə çəkək, məlumat bürosuna yönəldək. Mən də gördüyüm işlər var, amma inşallah bundan sonra göstərərik. Biz şəhidlərimizin plakatı ilə məşğuluq hal-hazırda. Xalid müəllimin ondan xəbəri var və icra başçısı ilə də görüşmüşük. Düzdür, biraz ləngidirlər, biraz məni sıxırlar, biraz belə deyim də geri çəkilim deyə çox belə deyim əlləşdilər, amma mən biraz inatçıyam, dönmürəm. Yəni mənə belə deyək də bir plakatı 2 dəfə, 3 dəfə məndən istədilər də şəkilləri, nə bilim çox şeydə, yəni indi bunu istəmirəm deyəm. Arzu xanım da bilir, Xalid müəllim də bilir, görüşlərdə demişik. İnşallah ki, onu da gözəl bir şəkildə şəhidlərimizin, yəni valideynləri bunu gözləyir. Çox şəhidlərimizin belə deyim də ailəsi rəhmətə gedib. Mən onlara söz vermişdim, bir il ərzində onu eləyəcəm, amma eləyə bilmədim. Dediyim kimi, icra başçısının səhvi üzündən, yəni belə deyim də onların səhvi üzündən oldu. İnşallah ki, düz qoşu eləyəcək bunda, yəni belə deyək də yekundur, artıq hazırlaşır. Buradakı yeni gələn xanımları da xoş gördük, xoş gəliblər. İnşallah uğurları bol olsun. Hər birinizə təşəkkür edirəm bugünkü görüşə görə. Çox sağ olun. Çox sağ olun. Çox gözəl işlərimizə. Mən Növlan Verdiyeva Sevinç Şamil qızı, Sabunçu rayon təşkilatının sədri olaraq bugün burada yığışmışıq hamımız. Hamınıza çox sağ ol deyirəm ki, gəlmişsiniz. Başda Surxay müəllim, Xalid müəllim, Arzu xanım, siz Gülnar xanım, sizi çox görmək istəyirdim. Axır ki, o şərəfə layiq olduq, gördük, nail oldu. Sizlər hamınızı bugün tanıdım. Çox sağ olun, var olun ki, biz buradayıq hamımız. Bu təşkilatın üzvüyük. Mən buna görə Arzu xanıma minnətdaram. Özüm 25 ildir ki, Yeni Azərbaycan Partiyasına layiqincə xidmət edirəm. Müəllimə işləyirəm, sinif rəhbərliyəm, peşəmi sevirəm. Təşkilatçılığı sevirəm və bugün də sevinirəm ki, belə bir təşkilatın üzvüyəm. Çox sağ olun. Sağ olun. Hamınızı salamlayıram. Bir daha çox xoş oldum sizlərlə tanış olmaq. Mən Qurbanova Məryəm Şamil qızı. 71 nömrəli tam orta məktəbin müəllimi işləyirəm. Və ilk növbədə Arzu xanıma, Sevinç xanıma öz dərin təşəkkürümü bildirirəm ki, tez bir zamanda məni təşkilata üzv etdilər. Yəni, həmişə mən hansısa bir işi görməyə başlayanda biraz gecib başa gəlir o işim. Amma bu iş nədənsə mənə tez gəldi. Yəni, bir daha təşəkkür edirəm sizlərə, Gülnar xanıma da, yəni Xalid bəyə, yəni hər birinizə öz dərin minnətdarlığımı bildirəm. Çalışaram ki, bacardığım qədər biz xalqımıza dəstək olaq. Borcumuz nədirsə onu, nə əlimizdən gələrsə kömək eləməyə hazırıq. Onu da qeyd edim ki, mənim özümlə qardaşım qazidir. Yəni, 1-ci Qarabağ müharibəsində gözləri itirib. Yəni, amma dövlətimizdən razıyıq ki, onlar çox dəstək oldu bizə. Bəzən bu qardaşım deyirsiniz, bizdə şəhid ailələrinə, qazilərə biraz yaxşı münasibət göstərmir. Amma bizim məktəbdə hər bir sinifdə bir şəhidin şəkli var. Hər bir şəhidin ailəsinə biz bayramlarda, bütün tədbirlərdə onları dəvət edirik, onlarla görüşlərdə keçiririk. Yəni bizdə, bizim məktəbdə, 71 nömrəli məktəbdə sırf şəhid qazi ailələrinə çox böyük hörmətimiz var. Yəni onlarla görüşlərimiz də olur, valideynləri dərslərimizə çağırıb, dəvət edirik, tədbirlərimizdə gəlirlər, otururlar, iştirak edirlər. Bu qədər. Bir daha hər birinizə təşəkkür edirəm. Siz sağ olun. Xoş gəlmişsiniz. Hər birini salamlayıram mən də. Xoş gördük hər birimizi. Başda Xadimə, Sultan Məryəm, Arzu xanım, Gülnar xanım və bizim təşkilatın sədri Sevinç xanım olaraq çox minnətdaram ki, belə bir açıq və söhbət əsnasında bir-birimizi tanıdıq. Mən bir təklifim var ki, Xalid müəllimdən bizim təşkilatı yeri rəhbər tanımaq üçün müraciət olunmalıdır. Yəni, Sabunçu rayonu icra institutlarının Sevinç xanım bu təşkilatın sədridir
Biz də onun yanında köməkçiləriyik. Yəni sözümüz gedəndə sözümüz üzümüz ağ olsun icra etməklə ki, biz kimik? Yəni mən o təhribi edəcəm sizin üçün. Hamınıza təşəkkür edirəm. Teşekkür ederim. Sağ olun. Hamınıza hoş gördük. Üzr istəyirəm ki, biraz genişləyib. Əlişbər, Şamxanov, Zəngəzur, Qafam şəhərindən olmuşam. Həyat yoldaşımla mənlə bir yerdə çalışır. İki övladımız var, iki nəvəmiz var. Yeni gələnlərə də təbrik edirəm. Çox sağ olun. Mən də Ələkbərova Xavər, Sılxay qızı bu ictimai nəzarət yeni təşkilatında olmaqdan çox məmnunluğum var həqiqətən. Bizim sədrimiz Xalid müəllim bizim demək çox ailəvi yaxınlığımız var, böyük hörmətimiz var həqiqətən. Və Surxay müəllimlə də həmçinin. O da çox dəyərli qardaşlarımızdandır. Həmçinin mən burada yeni gördüyüm xanımları da hamısını salamlayıram. Yəni mənə çox xoş oldu həqiqətən. Və gəlir növbə bizim Sabunçu rayonunun sədri Sevinç xanıma. Sevinç xanımı da gördüm, mənə çox xoş təsir elədi. Yəni düşündüyüm kimidir həqiqətən. Mənim üçün çox maraqlı idi həm də. Yəni əlbəttə öncə bizim sədrimiz var idi, o da yaxşı xanım idi, Tahir xanım. Sevinç xanım da çox məmnun oldum həqiqətən. Və digər xanımları da gördüm. Çox sevindim. Düşünürəm bizim işimiz uğurlu olacaq və ən əsası xalqımıza, dövlətimizə, vətənimizə yararlı olacaq özümüz. İnşallah. Təşəkkür edirəm hamınıza. Bir daha görüşərik inşallah. Sağ olun. Xoş gördük, yoldaşlar, həmkarlar. Mən də bugünkü gündə sizlərə, Sevinç xanım sizə, digər əməkdaşlarımıza, indi hər birinizin adını tam bilməsəm də, hər birinizə təşəkkür edirəm. Məni bu təşkilata bugün üz qəbul elədiniz. Mən də Elnurə Rızayeva, Ağdam rayonunda anadan olmuşam. Burada Sabunçu rayonunda 68 nömrəli məktəbi müəlliməsiyəm. Üzr istəyirəm, hər birinizdə 2 övladım var. Bir oğlum əsgərdən təzə gəlib. Sağ olun sizlər. Məryəm xanımın dediyi kimi də bizim məktəbin ətrafında Mehdi müəllim də bilir, şəhid ailələri, şəhid evləri çoxdur. Bizim hər il ən çox da Novruz bayramlarında tədbirlərimizdə biz şagirdlərlə bərabər, yəni məktəbin müavini ilə, ubeyri ilə bir yerdə, şəhid uşaqlarla bir yerdə şəhid ailələrini ziyarətə gedirik. Onlara xonçalarmı, yardımlarmı, gücümüz çatan qədər, bəli, onlara dəstək olur. Söz verirəm, əminəm ki, özümə inanıram ki, əlimdən gələni əsirgəməyəcəm. Yəni, necə lazımdır, sizlə bərabər bir yerdə işləyəcək. Hər birinizə təşəkkür edirəm. Siz sağ olun. Arzu xanım Əbdülova bizim cəmiyyətimizin yaxa nişanı ilə tartib olunur. Buyurun. Arzu xanım, təbrik edirəm. Çox sağ olun. Xeyirli uğurlu olsun inşallah. İnşallah. Buna baxa zəhmət olursa. Elşən müəllim İsmailov cəmiyyətimizin yaxa nişanı ilə tartib olunmuşdur. Buyurun, təqdim edirəm. Mən təbrik edirəm. Sağ sağlığında şübhəm yoxdur ki, layiqində artırlaması işini izadə edilsin, mən şəxsən özüm. Bunu buradan vurum, özünüz təzim yersi olar mı? Təbrik edirəm. Osmanova Rəfiqə xanım bizim cəmiyyətimizin fərqli nişanı ilə tartib olunmuşdur. Təbrik edirəm. Mərvan bir deyəmən Sevinç xanım bizim cəmiyyətimizin fərqli nişanı ilə tartib olunmuşdur. Siz xanım təbrik edirəm. Sağ olun, çox sağ olun. Teşekkür ederim. Qurbanova Məryəm xanım bizim cəmiyyətin fərqli nişanı ilə tərtib olunursunuz. Təbrik edirəm. Təbrik edirəm. Xeyirli uğurlu olsun. Təbrik edirəm. Mən sizi təbrik edirəm. Təşkilatımıza xoş gəlmişsiniz.
cavan kadrsınız, ziyansız müəlliməsiniz. Əminəm ki, bu təşkilatın inkişafı üçün yetəri qədər bütün potensialınızı qoyaraq dövbənizi verəcəksiniz. Təbrik edirəm, vəsqə də sizə də, millətimizə də, sizə də xeyirli uğurlu olsun. Təbrik edirəm. Mən də çalışacağım ki, mümkün qədər bu cəmiyyətə xeyrim toplansın. Teşekkür ederim. İnşallah. Çox sağ olun. Təbrik edirəm. Sağ olun.